Dostlar salam, hər birinizi xoş gördük. Bugün sizlə bugün 1 mart tarixində keçirilən 11-ci siniflər üçün olan OTK imtahanının suallarına baxacağıq. İlk sualımız 56-cı sual. Burada bizi interrogative words, yəni sual sözləri gözləyir. Mən burada sizə tövsiyə edirəm ki, dostlar, həmişə birinci elə cümlənin sizə verilən şəklini tərcümə eləyin. Yəni orada did they leave the city? Onlar şəhəri tərk etdilər. Cümlə bu şəkildədir. Və artıq burada köməkçi feil, yəni bax bu did gördüyünüz kimi qarşıya keçibdi ya, bu özü artıq sual cümləsi sayılır və məhz bu səbəbdən də biz elə 5-ci variantı düzgün cavab kimi götürəcəyik. Və həmçinin də onlar şəhəri tərk etdilər cümləsinə biz nə zamanı da əlavə eləyə bilərik, nə zaman onlar şəhəri tərk etdilər və bu situasiya ilə də 1 və 3-cü variantlarımız da doğru olur və cavab burada 56-cı sualda məhz Y variantı olur. Sual 57 make-up sentence-dir. Burada çətinlik çəkən şagirdlərə tövsiyəm çalışın cümlələri yazın. Variantları yazın, çünki yazılı şəkildə siz düzgün cümlə quruluşunu daha yaxşı bir şəkildə görəcəksiniz. Və bu sualın doğru cavabı dostlar B variantıdır. Burada there was-la başlayırıq. There was a lot of traffic. Yəni çoxlu tıxac var idi. Sonra 3 gəlir. But we, lakin biz managed to get to the airport in time. Çoxlu tıxac var idi, lakin biz aeroporta vaxtında çata bildik. Və 57-ci sualda da cavab məhz B variantı olur. Sual 58 preposition testidir. Və burada 2 dənə konkret sözünü tələb edən söz var. Biri worry sözüdür dostlar, biri də take care sözüdür. Worry about, take care of olur və doğru cavab məhz B variantı olur 58-ci sualda. Daha sonra 59-cu suala baxırıq. Bu conjunction sualıdır və burada bizdən bir belə deyə tərcümə bəsit olaraq tələb olunur. Amma tərcümədən əvvəl siz B və Y variantlarını silə bilərdiniz. Çünki as və because sinonimdilər, çünki mənasında. Yəni eyni şeydilər. Və tərcüməyə baxsaq, I didn't get the job. Deyir, mən iş ala bilmədim. Baxmayaraq ki, mənim bütün vacib yəni xüsusiyyətlərim var idi. Amma iş ala bilmədim. Amma baxmayaraq ki, burada bizə bir əks cavab lazımdır. Çünki sağda müsbət keyfiyyətlər verilib, solda amma işi ala bilmədiyimiz verilib və məhz bu səbəbdən də doğru cavabımız C variantı olur. Sual 60-a baxırıq. Burada article sualı görürük və dostlar, burada da sizə ipucum. Bax, station sözü tək isimdir və bus sözü də tək isimdir. Deməli, heç bir tərəfdə o tək ismin qabağını biz artiklesız qoymamalıyıq da. Sayılan tək ismin qabağında İlla ki bir artikel işlənməlidir. İki tərəfi də artikellə olan bizim 2 cavabımız var. Biri A-dır, biri C-dir. Ona görə B və Y və D variantlarını silirik. A-la C qalır və birinci tərəfdə də station sözü diqqət edirsinizsə submit-lə başlayır. Ona görə ən yaza bilmərik onun qarşısında. Və məhz bu səbəbdən də 60-cı sualda cavabımız A variantı olur. Və səhifənin sonuncu sualı 61-dir. Bu so do I, necə do I mövzusuna aiddir. Və burada da şərt budur ki, əgər cümlə təsdiqdədirsə cavabımız təsdiqdə, inkardadırsa cavabımız inkarda olmalıdır. Yuxarıda şərtdə bizə verilən I have always dreamed of having a small house by the sea. Bu təsdiq cümlədə heç bir inkar əlaməti yoxdur. Ona görə biz B variantındakı neither və Y variantındakı neither variantlarını silirik. A, C, D variantları qalır. Verilən cümlədə have dreamed, present perfect işlənib. Köməkçi feilimiz have-dir. Ona görə cavabımız da present perfect-lə, yəni have-has-lə olmalıdır. Bu səbəbdən C variantındakı did-i də silirik, A və D variantları arasında qalırıq. Və burada D variantında my cousins, A variantında da my siblings sözləri verilir və hər ikisi cəmdədir. Və cəmdə olduğuna görə gərək xəbər olaraq da biz cəmdən istifadə edirik. Ona görə D variantındakı has-i də silirik, çünki have olmalıydı. Və 61-ci sualımızın doğru cavabı A variantı olur. Davam edirik 62-ci sualla. Burada bir pronoun sualı görürük. Və diqqət edirsinizsə dostlar, burada cümlədə couldn't var, inkardır. İnkar olduğuna görə biz A variantındakı some və D variantındakı something əvəzliklərini silirik. Çünki some təsdiq cümlələrində işlənir. Və növbəti siləcəyimiz variantlar da dostlar B və Y variantları olacaq. Çünki any və every əvəzlikləri özlərindən sonra isim tələb edən əvəzliklərdir. Cümlədə isə nöqtələrdən sonra isim gəlməyib. Ona görə any və every-ni istifadə edə bilməzsiniz. Ümumiyyətlə xatırlayın, törəməsi olan əvəzliklər some, any, no, every. Bu əvəzliklərdən sonra isim tələb olunur. Və məhz bu səbəbdən 62-ci sualın cavabı
C variantı olur. Sual 63. Bu nisbə vəzir sualıdır. Burada bir qədər diqqətli olmanız lazımdır. Çünki bir çox məsələyə diqqət eləməli olacağıq. Birincisi, diqqət edirsə nöqtələrdən əvvəl planet sözü gəlibdir. Bu bir cansız isimdir. Və ümumiyyətlə biz qaydada da öyrənmişdik ki, isimdən sonra vot işlənmir. Vot nisbə vəziri yoxdur. İsim üstəgəl vot strukturu yoxdur ümumiyyətlə. Ona görə D variantını silirik. Daha sonra Y variantında silirik. Çünki planet sözünü biz veya sözü ilə təyin edə bilərik. Amma veya nisbə vəzirindən sonra da və ümumiyyətlə veyadan sonra da xəbər işlənmir. Bu bağlayıcıda da bizim qarşımıza çıxan məsələlərdən biridir. Nöqtələrdən sonra support, daha doğrusu veyadan sonra support, yəni xəbər gəldiyinə görə Y variantı da bizim yanlış cavabımızdır. B variantında planet və support sözlərinin arasında o which, that, where nəsə bir nisbə vəziri işlənməlidir də onu digər cümləyə bağlamaq üçün. B variantında bu nisbə vəziri işlənmədiyi üçün bu da yanlış olur və əlimizdə A və C variantları qalır. Həm which, həm that planet sözünü təyin edə bilir, cansızı təyin edə bilir. Lakin unutmamaq lazımdır ki, nisbə vəzirləri which və that təyin etdikdən sonra davamındakı cümlənin xəbəri də həmin o təyin olunan isimlə uzlaşmalıdır. Və burada planet sözü tək isimli. A variantında which support yazılıb, hansı ki bu which supports olmalıydı. Ona görə bu da yanlışdır və cavabımız C variantı olur. C variantında isə diqqət edirsə that can support işlənibdir. Buradan modal feil işlənib. Modal feildə artıq şəxsə və kəmiyyətə görə dəyişmə olmadığına görə bütün şəxslərdə can-i eyni cür istifadə eləmək olur. Ona görə 63-cü sualın cavabı C variantı olur. Sual 64, bu tense form sualı, zaman sualıdır. Və burada bizim doğru cavabımız dostlar A variantıdır, yəni 1 və 3. Birinci cümlədə qeyd olunur ki, I don't know her nephew. Mən onun qardaş oğlunu tanımıram, çünki onu əvvəl heç vaxt görməmişəm. Və I have never seen. Burada diqqət edirsə don't indiki zamandır, have bir indiki bitmiş zamandır. Bir də bunun keçmiş versiyası 3-dədir. Baxın, don't-un yerinə didn't verilibdir. Yəni, keçmiş sadə zaman verilibdir. Və have seen-in də əvəzinə, present perfect-in əvəzinə də had seen verilib. Yəni, past perfect verilibdir. Amma məntiq eyni məntiqdir. 3-də də deyir ki, mən onun qardaşı oğlunu tanımırdım. Bir də deyir tanımıram, çünki görməmişəm. 3-də də deyir tanımırdım, çünki görməmişdim. Və cavab olur burada da biraz A variantı. Sual 65. Can be changed into the passive voice. Məchul növə çevrilə bilən cümlələr. Topluda da buna aid testlərimiz var. Və burada şərt nədir? Əgər bir cümlədə feildən sonra tamamlıq gəlirsə, biz həmin cümləni məchul növə çevirə bilirik. Çünki məchula çevrilmənin bir nömrəli qaydası cümlədə tamamlığın olmasıdır. Birinci cümlədə tamamlıq yoxdur. İkinci cümlədə manager mübtədadır, will review xəbərdir və diqqət edirsə the report tamamlıqdır. Tamamlıq da dostlar adətən ya isim olur, ya əvəzli olur. İsim olanda biz onu ENZ artiklı ilə, SES cəm şəkilçisi ilə müəyyən eləyə bilərik. Yiyəli əvəzlikləri isimdən işlənə bilər. Əvəzlik də olanda əksər hallarda törəm əvəzliklər və obyekt əvəzliklərdən istifadə olunur. Və bir doğru cavabımız da burada 3-dür. They mübtəda have organized xəbər, a conference tamamlıq. Diqqət edirsə hər iki tamamlıq artikldandır. Yəni isim olduğunu, tamamlıq olduğunu çox asanlıqla görmək olur. 2 və 3-cü cümlələrdə tamamlıq olduğu üçün deməli bu cümlələri məchul növə çevirə bilərik. Sual 66. Bu topluya yeni əlavə olunan mövzulardan biridir. Və tövsiyə edirəm ki, buradakı feilləri əzbərləyin. Buraxılışda da çıxma ehtimalı var bu hissənin. Çünki əslində burada qayda çox bəsitdir. Sadəcə əzbər tələb eləyir. Müəyyən feillər var ki, özündən sonra gerund tələb eləyir, yəni ing sonluqlu feil. Müəyyən feillər də var ki, özündən sonra to hissəcikli məsdər tələb eləyir. Və burada da feilimiz promise-dir və promise də məhz özündən sonra to tələb eləyən feillərimizdən biridir. Ona görə də 66-cı sualın cavabı da D variantı olur. Sual 67. Bu mübtəda xəbər uzlaşmasıdır. Cümlə 1-də the teacher explain yazıb, teacher təkdədir, explain isə cəm xəbərdir. Biz onu explains şəklində yazmalıydıq və ona görə bir yanlış cavabdır. 2-də dostlar burada with var, söz önü var. Söz önü olanda biz söz öndən əvvələ baxırıq. Burada the girl sözü təkdədir. Xəbərimiz is də diqqət edirsinizsə təkdədir və ona görə ikinci variantımız doğrudur. Gəldik 3-ə. 3-də yenə söz önü var. Bax burada of var, diqqət edirsinizsə. Of-dan əvvəl the idea sözü gəlib. Bu tək isimdir. Xəbər are olaraq qeyd olunub, cəm xəbərdir və bu da yanlış variantdır. 3-ü də sildik. Və 4-də yenə of var. Of-dan əvvəl the habit təkdədir.
Xəbər helps təkdədir. Bax, diqqət edirsə, S var bu dəfə tək xəbər kimi götürürük. Və ona görə 4-cü variantımız da doğrudur və 2-4, yəni Y variantı 67-ci sualda cavabımız oldu. Gəldik 68-ə. Confidence əmin arxayınlıqdır, generosity səxavətli, əl-açıqlıqdır, evidence da sübutdur. Və burada 68-ci sualda bizim doğru cavabımız 1. Confidence B olacaq, a belief in your ability, yəni öz bacarığına inam. Daha sonra 2C olacaq, generosity'yə biz readiness to give or to share. Yəni nəyisə vermək və yaxud da paylaşmağa hazır olmaq, yəni əl açıq olmaq. Və 3-də də evidence-a məhz A variantı uyğun gəlir, information or proof. Ki, evidence-lə proof onsuz da sinonimdir və 68-ci sualımızın cavabı da məhz D variantı olur. Sual 69. Burada modal feil testidir. Biz ilk olaraq dostlar C variantını silirik. Çünki burada are able-ın diqqət edirsinizsə to-su yoxdur. Ona görə bu variant yanlışdır. Daha sonra cümlənin ikinci tərəfində diqqət edirsinizsə both keçmiş zamandır. Ona görə B variantındakı are able to-nu da silirik. Və əslində heç buradan sonra tərcümə eləməyə ehtiyac yoxdur. Diqqət edirsə A variantında were able to, Y variantındakı could-dan sinonimdir. Çünki can-lə to be able to sinonimdirlər. Və bu məntiqlə də düşünsək, 2 təsdiq, 1 inkar cavabından cavabımız məhz D variantı çıxır. Tərcümə ilə də baxsaq, qeyd olunur ki, yeni maşın ala bilmədilər. Ona görə də ikinci əl, yaxşı təmirli ikinci əl maşını aldılar. Yəni. Və cavab 69-da da D variantı olur. Və səhifənin sonuncu sualı, 70-ci sual, possessive case-dir, yəni ismi yiyəlik halıdır. Dostlar, burada çox diqqət eləməli olduğunuz məqamlardan birincisi, ikinci variantda every women işlənib diqqət edirsə və every sözündən sonra biz tək isimlər işlətməliyik. Ona görə bu variantımız yanlışdır. Every woman olmalıydı və sonra apostrof S artırılmalıdır. Yəni woman sözü cəmdə olmamalıydı burada. Və bir yanlış variantımız da 4-dür. Çünki 20 rəqəmdir və rəqəmdən sonra gələn isimlər mütləq cəmdə olmalıdır. Amma burada minute sözü diqqət edirsinizsə təkdədir və ona görə bu variantımız da yanlışdır və 70-ci sualın cavabı məhz 1-3, yəni D variantı olur. 1-dəki və 3-dəki istifadə olunan watchmakers və dry cleaners nümunəsi isə bizim qaydalarda da öyrəndiyimiz o bakers, chemists, greengrocers, bu tip o belə deyək də bir yer bildirən anlayışların işlənməsidir. Watchmaker saat dükanıdır, belə deyə saat düzəldəndir. Dry cleaner də quru təmizləmədir. Və bu sözlər də o yer, məkan, obyekt bildirən yerlərdir. Bunlar apostrof S-dən sonra hətta isim gəlməsə belə yiyəlik hal sayılan nümunələrimizdir. Dostlar, növbəti 71-ci sual qrammatikanın son sualıdır. Bu da sifət sərf mövzusuna aid bir sualdır. Və burada diqqət edirsinizsə bir look feili var. Hansı ki, look özündən sonra sifət tələb edən feillərdən biridir. Biz normalda feildən sonra zərfi işlədirik, amma look və onun kimi to be, seem, sound, taste, smell tipli feillər özündən sonra sifət tələb edir. Yəni bizim variantımız burada sifət olmalıdır. Ona görə biz ilk olaraq B variantını və D variantını silirik. Yəni zərfləri silirik. A, C və Y variantları qalır. Daha sonra Y variantını da siləcəyik. Çünki enough sifət və zərfdən əvvəl işlənmir, sifət və zərfdən sonra işlənir. Yəni enough seriyası yox, serious enough olmalıydı və Y variantımız da yanlışdır. C variantında much seriyası verib. Much adi dərəcə ilə işlənmir, müqayisə dərəcəsi ilə işlənməlidir. Və həmçinin yuxarıda bir dənə də ipucumuz veridir ki, veri də adi dərəcənin əlamətidir. Ona görə C variantını ixtisar edirik və cavab 71-ci sualda A variantı olur. Keçirik reading mətnimizə. Burada mətnimiz 3 abzasdan ibarətdir ki, ilk abzasda əsasən neft və kömürün zərərləri, çirklənməsi, onların tükənmə ehtimalları haqqında danışır. İkinci abzasda əsasən solar enerji, yəni günəş enerjisi və növbəti 3-cü paraqrafda isə, abzasda isə külək enerjisi və onun haqqında məlumatlar alırıq. Və ilk sual 72-ci suala baxırıq ki, burada wind turbines yazılıb və bu sırf buna aid hissənin cavabı mətnin 3-cü abzasındadır, diqqət edirsinizsə.
Burada bir doğru cavabımızdır və bir də 3 doğru cavabımızdır. A variantı olur doğru cavabımız. 2-də solar enerji qeyd olunubdur. Bu günəş enerjisinə aid bir şeydir, külək enerjisinə yox. 4-də isə tiny arms yazılıb və mətndə isə diqqət edirsinizsə altından da xətt çəkirəm, long arms qeyd olunmuşdur və 3 ona görə daha doğrusu 4 ona görə yanlışdır. Doğru cavab 1 və 3 olur 72-ci sualda. 73-cü suala baxırıq. Burada birinci cümlədə when petroleum and coal are consumed, this will eventually lead to resource shortage. Yəni benzin və kömür, daha doğrusu neft və kömür istifadə edildikdə bu resursların azalmağına səbəb olur. Bəli, biz bunu mətnin birinci abzasında da görürük. Orada da qeyd olunub ki, once they are used, they cannot be replaced. Yəni istifadə olundusa artıq əvəz olunmur, yəni tükənir. Bir doğru cavabdır 73-cü sualımızda. 2-də solar panels absorb energy from the wind yazıb. Amma wind yox, burada elə bayaqçında tiplidir. Yəni günəş enerjisi yazıb, amma küləkdən enerjini alır qeyd olunub. Əlbəttə ki, ona görə 2 səhv cavabdır. 3-də solar energy can be used in places where electric power lines are not accessible. Bəli, bu üçüncü cümləni də biz mətnin ikinci abzasında görürük ki, orada qeyd olunub ki, in places where there are no electric power lines, solar energy is a very important alternative. Və bu üçüncü variantımız da doğrudur. Və 4-də burada 4-də yanlış olan dostlar, bax bu a small amount of carbon hissəsidir ki, mətndə bunu small olaraq yox, əksinə daha çox şəkildə a large amount of olaraq qeyd olunub mətnin birinci abzasında və 4 də yanlışdır. 1-3, yəni D variantı doğru cavabımızdır. Sual 74. The passage is mainly about. Mətn nə haqqındadır? Birinci abzasda biz kömür, benzin, neftdən danışdıq daha doğrusu. 2-də biz günəş enerjisindən, 3-də isə külək enerjisindən danışdıq və biz burada müxtəlif enerji növlərini görürük. Ona görə də doğru cavabımız 74-cü sualda C variantı olur. Sual 75. What are the advantages of renewable energy sources? Yəni dostlar, renewable yenilənə bilən deməkdir. Burada günəş enerjisi, külək enerjisi yenilənə bilən sayılırdı, amma neft və kömür o yenilənə bilən deyil. Hətta mətndə də qeyd olunur ki, onlar artıq bir dəfə istifadə olunsa bərpa olunmurlar yəni. Və birinci cümlədə qeyd olunur ki, renewable energy sources are natural sources of energy that will never run out. Bəli, yəni yenilənə bilən enerjilər təbii enerjilərdir, hansı ki, heç bir halda bitmirlər. Və bir bizim burada doğru cavabımızdır. 2-də like petroleum and coal, neft və kömür kimi renewable energy sources cause air pollution. Yenilənə bilən enerjilərdə çirklənməyə səbəb olur, amma xeyr, onlar çirklənməyə səbəb olmurlar. Əksinə elə çirklənməmək üçün onlardan istifadə etmək tövsiyə olunur. Amma neft və kömür isə məhz çirklənməyə səbəb olur. Ona görə 2 yanlış cavabdır. 3-də renewable energy sources increase our dependence on coal and petroleum. Yenilənə bilən enerji mənbələri bizim kömür və neftdən asıllığımızı artırır. Tam tərsinə artırmır. Onlar olsa bizim onlara ümumiyyətlə neft və kömürə ehtiyacımız qalmaz. Və 4, renewable energy helps reduce global warming by lowering carbon dioxide emissions. Bəli, bu düzgün cavabdır ki, yenilənə bilən enerjilər qlobal xəbərdarlığın, bu karbon dioksidlə bağlı qlobal xəbərdarlığın azaldılmasına kömək eləyir. Bəli, doğru cavabımızdır 1-4 və C variantı olur 75-ci sualın məhz cavabı. Və sonuncu səhifənin sualı 76-da bizdən sinonim, issue və paragraf 1. Yəni biz birinci abzasda issue sözünün sinonimini axtaracağıq. Issue dostlar məsələ, problem deməkdir və elə birinci abzasda da məhz problem sözünü görürsünüz. Çərçivəyə aldım, doğru cavabımız məhz problem sözü olur 76-cı sualda. Sual 77 ilə davam edirik. Burada definition sualı çıxır qarşımıza. Cavabımız məhz bizim burada 3-cü abzasdadır, diqqət edirsinizsə. Və definition'a biz to ilə başladığımıza görə məhz 3-cü abzasdakı feillərdən birini seçməliyik. Və cümlənin davamındakı tərcüməyə də baxsaq, have a similar appearance to somebody or something.
Yəni kimləsə və yaxud da nə eləsə bir ortaq görüntüyə, eyni görüntüyə malik olmaq. Və dostlar, bu sualımızın doğru cavabı look like-dır. Look like oxşamaq, bənzəmək deməkdir və 77-ci sualımızın da məhz doğru cavabıdır. Və dostlar, son iki sualımız 78 və 79-cu suallardır ki, bu biraz artıq şəxsi fikirlərinizə əsaslanan suallardır. 78-ci sualda yenə iki sözlə əvəzlənmə şərtini görürük. Və burada solar panels are şərti ilə verilən cümlənin mətndəki davamını mən bu dəfə diqqət edirsə aşağıda yazmışam. Bax, bu hissədə çərçivəli şəkildə yəqin ki görürsünüz. Burada dostlar, devices that absorb energy directly from the sun and transform it into electricity. Şərtdə davamda verilən cümlə budur. Və biz bu verilən cümlənin içərisindən iki sözü, ən azı iki sözü və mən tövsiyə edirəm ki, elə iki sözdə də qalın və iki sözü sinonim ilə və yaxud da yaxın mənalı bir sözlə əvəz edib cümlənin mənasına təsir etməmək lazımdır. Burada mənim sizə tövsiyəm həmişə çalışın feilləri və sifətləri ön plana çəkin. Yəni məcbur qalsınız isimləri də əlbəttə ki istifadə edə bilərsiniz. Bunu nəyə görə edirəm? Çünki feillər və sifətlər ən çox sinonimi və həmçinin elə antonimi də olan nitq hissələridir. Və burada cümlənin mənası budur ki, yuxarıda solar panels verilib, yəni günəş panelləri cihazlardır, hansı ki enerjini günəşdən birbaşa alır və onu elektrikə çevirir. Və biz burada absorb sözünün əvəzinə collect, gather, obtain və yaxud da başqa bu mənalı, yəni almaq, əldə eləmək tipli başqa bir söz də istifadə edə bilərsiniz. Əgər başqa bir versiyanız varsa rəydə qeyd edərsiniz. Daha sonra directly birbaşadır və biz burada straight sözündən istifadə edəcəyik və transform da çevirməkdir. Burada da convert, turn, change sözləri, məsələn change dəyişməkdir, amma burada mənanı əsas o da ifadə edir. Yəni enerjini elektrikə dəyişir, yəni çevirir mənasına gəlir, çıxır. Özünüzün də başqa versiyalarınız olsa, onu da rəy bölməsinə qeyd edərsiniz, müzakirə edərik birlikdə. Sual 79, 3 cümlə ilə cavab yazma sualıdır ki, sualın şərtində qeyd olunub ki, can you imagine the world without electricity? Dünyanı elektrik olmadan təsəvvür edə bilirsinizmi? Yəqin ki, müasir dövrdə burada hər kəsin cavabı yox olacaq, amma burada məsələ, dostlar, fikrinizin hə və yox olmağı yox, onu 3 cümlə ilə və qrammatik, leksik qaydalara riayət edərək tamamlamaqdır. Yəni bunu qrammatik şəkildə düzgün elətdikdən sonra hətta bu suala yox cavabı da yaza bilərsiniz. Yəni əsas odur fikirləriniz əsaslı olsun, cümlələriniz qrammatik şəkildə düzgün olsun. Burada bu sualda da fikirlərinizi yaza bilərsiniz. Mən buraya heç bir cavab yazmıram, çünki o cavab mənim cümləm olacaq və sizin yazdığınız cavaba heç bir şəkildə düzdürmü yoxsa səhvdürmü fikir verməyəcək yəni. Və son olaraq dinləmə suallarına baxırıq. Bu dəfəki dinləməmiz bir düzənliyi deyək haqqındaydı. Və burada 80-ci sualda bizim doğru cavabımız dostlar elə birinci cümlədir ilk olaraq ki, because of lithium. Yəni lithiuma görə məhz elm üçün də bura faydalıdır. Bu elə mətnin yəni içərisində deyilən fikirlərdən biri idi. Əsasən də mətnin elə son abzasında bu fikir qeyd olunurdu. Və 80-ci sualda məhz bir doğru cavabdır. Daha sonra dostlar baxırıq ikinci cavaba. Is completely covered with white sand. Burada sand yazılıb, bu yanlış cavabdır. Çünki qumla yox, duzla örtülmüşdür. Sand sözünə görə bu ikinci nümunə yanlışdır. Və 4-də isə with its plants and buildings yazıb, yəni bitkilər və tikililərlə, binalarla, amma ora sadəcə duzdan ibarət idi. Və ona görə 4 də yanlışdır. 1-3, yəni C variantı 80-ci sualda doğru cavabımızdır. Sual 81-də bizdən which statement is true? Düzgün fikir istəyir. Elə burada ilk variantımız, A variantımız doğru cavabdır ki, natural beauty, yəni təbii gözəllik buranı qeyri-adi edir. B variantında qeyd olunur ki, turistlər səssizlikdən, bir növ sakitlikdən qaçmaq üçün bura gəlirlər, amma tam tərsinə onlar zövq almaq üçün bura gəlirdilər. Burada avoid sözü variantı yanlış eləyir. C variantında günəşi əks etdirdiyi yazıb, amma mətndə isə səmanı
əks etdirdiyi yazıldı və ona görə bu variantımız da yanlışdır. D variantında the same as other places. Başqa yerlərlə eynidir. Yox, əlbəttə ki, fərqli bir yerdir. Bu da yanlışdır və Y variantında isə the white salt limited yazıb. Limitlidir, amma xeyr. Yəni, burada mətndə də qeyd olunmuşdur, sanki sonsuzdur və A variantı 81-ci sualda doğru cavabımızdır. Sual 82 mətndə haqqındadır. Burada da doğru cavabımız D variantıdır. The largest salt flat on earth. Yəni, dünyadakı ən böyük duz düzənliyi. Və gəldik növbəti açıq suallara. Dostlar, açıq sualların cavablarını sizin üçün yazılı formada qeyd eləmişəm ki, rahat bir şəkildə yoxlaya biləsiniz. 83-də soruşur ki, what happens in the rain season? Yağışlı, belə deyək də, fəsillərdə nə baş verir? Və doğru cavab, a small amount of water covers the ground. Yəni, az miqdarda su səthi örtür, belə deyək. 84-də as a result, the place looks magical as if the sky and the earth are connected. Yəni, sanki yer və səma bir-biri ilə əlaqələnib birləşib kimi deyək. Və 85-də isə elə desert sözünə aid bir one adjective sifət istəyir mətndə. Dalbadal şəkildə big, white, desert ifadəsi istifadə olunur. Yəni, biz burada həm big, həm də white sözlərini sifət kimi istifadə edə bilərik, amma siz sadəcə bunun birini yazmalısınız ki, testin şərtinə əməl etmiş olasınız. Yekun dostlar, bu qədər. Əlavə nəsə suallarınız olsa, rəy bölməsində bildirib cavab ala bilərsiniz. Hər birinizə uğurlar.